Qonağımız pediatr, nevroloq Səbinə Nurəliyevadır. İlk ildə ana südü ilə yedizdirməklərini məsləhət görürəm. 6 aya qədər ana südü çox vacibdir, amma 6 aydan sonra əlavə qidalarla tanışlıq başlayır. Həmin dönəmlərdə də ana südü verməyə davam eləmək lazımdır. Yəni 2 yaşına qədər verilməyi tövsiyə olunur ümumiyyətlə, amma erkən aylarda 6 ayına qədər verilməsi mütləqdir. Əgər yaradan tərəfindən ana südü kimi gözəl bir nemət varsa övlad üçün, görəsən biz niyə bu qədər narahat oluruq? Uşaq yeməyə xoş halla başlamalıdır. Onun keyfinin yaxşı anında başlamaq lazımdır. Uşaq yuxulu olanda, ağlayarkən bir əlavə qida ilə tanışlıq olmamalıdır. Bizim ailələrdə kök uşaq ailənin rifah rəmzi hesab olunur. Yəni ətli, qanlı, sağlamdır, bəli, amma belə deyil. Uşaqların bağçada, məktəbdə bu qədər xəstələnməyi və valideyn bunun qarşısını almaq üçün və yaxud uşağını heç olmasa necəsə qoruya bilmək üçün nələrə əl ata bilər, nə edə bilər? Yəni, əgər uşağınız bu peyvəndlərdən heç biri almayacaqsa, bu xəstəliklərə də hazır olmalısınız. Qızılcahını da keçirdə bilər, südçəyini də keçirdə bilər, hepatiti də keçirdə bilər, difteriya, tetanus hamısını keçirdə bilər. Halbuki onların hamısında ölüm faizi necə yüksəkdir? Ümumiyyətlə uşaq açıq havaya çıxdısa heç oyuncağa ehtiyac duymur. Təbiət özü onun oyuncağına çevrilir. Uşaq kənardan bir paketli qida yeyəcəksə, onun tərkibində olan şəkərin miqdarı həddən artıq çoxdur. Yəni orada yazıldığı miqdardan belə çoxdur yəni. Çünki o şəkərin orqanizmə nə qədər ziyanlı olduğunu valideyn bilsə, onu uşağına verməz.